açıq aydın dəlilləri olan Qur'an Ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər həmin ayı oruç tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda oruç tutmalıdırlar. Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O istəyir ki, siz buraxdığınız günlərin orucunu tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə onu uca tutasınız. Bəlkə şükr edəsiniz. Qullarım səndən mənim barəmdə soruşsalar, mən onlara yaxınam. Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da mənim çağrışımı qəbul edib,